Xəzər xəbəri izləyirsiniz. Qəza xəbəri ilə davam edirik. Avtomobili sürərkən nə özünü, nə də yanındakini düşündü. Gecə saatlarında sürət həddini artırdı və idarə etməni itirdi. Maşın ağaca çırpılaraq hissələrə bölündü. Dəhşətli qəzada sərnişin dünyasını dəyişib. Sürücü ağır yaralanıb. Avtomobilin hissələri ağacların arasından bir-bir çıxarılır. Sürətlə gedən maşın yoldan çıxaraq ağaclara çırpılıb və bir neçə yerə bölünüb. Dəhşətli qəzada bir nəfər ölüb. Hadisə Şəmkirdə, Düyərli kəndi ərazisində baş verib. Rayonun Sabir kənd sakini Zamik Eyübov maşının sürətini o qədər qaldırıb ki, idarə etməni itirib. Ağaclara çırpılan avtomobil zərbənin təsirindən hissələrə bölünərək yol kənarına düşüb. Bazı misfatı markalı 10 HS 538 devlet gedən nişanlı avtomobillə Bakı şəhər istiqamətində hərəkət olarkən avtomobil idarə etmədən çıxaraq yolun sağ kənarında olan ağaca çırpılmışdır. Bakı-Qazax avtomagistralında baş verən qazada avtomobil 2 hissəyə parçalandı. Nəticədə belə vəziyyət yarandı. Nəticədə sərnişin 20 yaşlı Rəşad Eyübov hadisə yerindəcə dünyasını dəyişib. Zamik Eyübov isə ciddi xəsarətlər alaraq xəstəxanaya çatdırılıb. Qazaxda isə zavod avadanlıqları gətirən yük maşını 4,5 metr hündürlükdə olan dəmir yol körpüsünün altından keçən zaman ona ilişib. Bakı-Qazax yolunun 461-ci kilometrliyində yük maşınındakı zavod avadanlığı yola düşüb. Hadisə nəticəsində xəsarət alan olmasa da körpü və onun ətrafındakı su və qaz xətti, həmçinin yol kənarındakı hasar zədələnib. Mən isə onu gözüm görmür, baxmır. Rubardan maşın gəlir, işıq düşüyor adam gözünə. Adam gecəni o şeylə hesab eləməyir. Mən bilməmişəm. Xəsarət olursa körpü tərpəşib yerindən, mənim mallarım düşüb yerə, xalqın malını çalmışam yerə. Müqəssirdir mən hesab.